şəxsi tikili evimizin təqdimata gəlmişik. Bu gördüyünüz tok, yəni evdən harasa bir 70-80 metr aralıdır. Yəni ondan ötürü narahat olmayın. Belə bir iki tok da şəxsi tikili evdir. Asfaltdır. Bax görsən bura. 20 metr yoxdur heç bax. Asfaltla məsafəsi. Asfaltın qırağı, qaz sayğacı var, işıq sayğacı var. Su burada alınmaz sudur. Suyu alırlar. Bakı şirin su içində bakı var. 5 tonluq da adi belə baseynə qoyulub. Belə bir evdir. Həyətə görürsünüz maşın rahat daxil olur. Dostlar, evin podvalına da girmək olur. Qabançıq daşla işlənilir. Demək, əşyalı formada satılsa 57 min manat, kombisi bax burada yerləşir. Kombi hissəsini sizlərə göstərək. Baxın, kombisi, təzə kombidir, təzə qoyulub. Əşyalı formada 57 min manat. Amma əşyalar götürülsə 55 min manat deyilir. Şəxsi evdir. Evin daxili interyeri ilə sizlərə tanış edirəm. Daxil olduq, belə bir koridor sistemidir. Koridor sistemindən solda mətbəximiz. Mətbəx mebelinəcən hər bir şey var və onu qeyd edirəm, hər otağın adını kondisioneri var. Və əşyalı qalsa, yəni bir dənə xaladenki götürəcək, qalan elektronikalar hamısı qalacaq. Kondisionerlərdən tutmuş, heç bir şey götürülməyəcək. Bura qonaq otağımız, ölçülər genişdir. Yəni harası 100 kvadratlıq evdir. Bu bir yataq otağı. Yataq otağının ölçüləri həqiqətən geniş ölçüdür. Evin kombisi də qeyd edirəm yenə var. Bu da sanitar qovşağımız. Gördüyünüz kimi. Evin qiyməti bir daha qeyd edirəm. Əşyalı 57 min, əşyasız 55 min manat. Bircə xaladenik götürüləcək. Yerləşmə yeri Binə qəsəbəsi, Pekarni deyilən ərazi. Asfaltın qırağı, köməkçi avtobus xəttinin üstü.